televiziya aparıcısı Vladimir Solovyov Rusiyanın dövlət televiziya kanalı Rusiya 1-də yayımlanan müəllif proqramında özünə məxsus qərəz və isterik davranışla Azərbaycana qarşı növbəti dəfə hörmətsizlik nümayiş etdirir. CP-Info az məlumat verir ki, bu haqda Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin açıqlamasında deyilir. Qeyd edilib ki, Ermənistanda hüquq mühafizə orqanları tərəfindən saxlanılan yaxın dostu erməni əsilli Rusiyalı iş adamı Samvel Karapetyanın müdafiəsinə qalxan aparıcı bir neçə dəfə Artsaq ifadəsini işlədib. Ermənistan hakimiyyətini Artsaxı hədiyyə etməkdə günahlandırıb. Canlı yayında birbaşa erməni xalqına müraciət edərək onu da gələcəkdə Artsaxın taleyi gözlədiyini bildirib. Real tarixi faktları təhlif edən, yaxın keçmişdə baş vermiş proseslərə qərəzli yanaşan Vladimir Solovyov hər vaxt Azərbaycana kin və nifrət bəsləmiş, bu münasibət onun çıxışlarında açıq şəkildə özünü büruzə vermişdir. Solovyovun Ermənistan-Azərbaycan münaqişəsi 44 günlük vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi ilə bağlı müxtəlif vaxtlarda etdiyi çıxışlar həmişə qeyri-obyektiv olmuş, ziddiyyətli mahiyyət daşımış və Azərbaycanda adekvat reaksiyalara səbəb olmuşdu. Rusiyanın dövlət televiziya kanalının efirində belə destruktiv iddiaların yer alması narahatlıq doğurur, xalqımıza qarşı qəbul edilməz hesab olunub. Ölkələrimiz arasında dostluq münasibətlərinin ruhuna və məsələ ilə əlaqədar Rusiyanın rəsmi mövqeyinə tamamilə ziddir. Jurnalist etikası və əxlaqi dəyərlərlə bir araya sığmayan bu nifrət nitqini yol verilməz hesab edir. Qəti şəkildə pisləyir və qarşı tərəfin üzrxahlıq etməsini gözləyirik açıqlamada qeyd edilib.